Bugün sonuncu Əhya məclisimizdir. Ən fəzilətli gecə bu gecə hesab olunur. Keçən Qədr gecələrində, Əhya gecələrində dedim, insanın həyatının ən ibtidai birinci mərhələsi öz xətalarını, günahlarını qəbul eləməsidir. Etiraf eləməsidir. Hər bir insan xəta edə bilir, günah edə bilir. Hətta Allah övliyaları ki, günahsızdılar, məsumdular, onlar da öz dərəcələrində, Allahla öz münasibətlərində hansısa işləri özləri üçün səhv hesab edirlər, xəta hesab edirlər. Xəta varsa, səhv varsa onu etiraf eləmək şücaət tələb eləyir. Kim özündən razı olsa, desə ki, mənə nə olub, mən elə yaxşı adamam, hədislərdə var ki, bu ağılsızlıq əlamətidir. Bu insanın ağılının zəifliyinin əlamətidir. Üzrxahlıq, peşmançılıq, səhvi etiraf eləmək dirilik əlamətidir. Əgər bu xüsusiyyət bir insanda varsa, deməli ondan nəsə çıxar. O düzələ bilər. Etirafdan başlayır həyat, dəyişməkdən başlayır. İnsan dəyişsə hərəkətdə olur, etiraf eləsə hərəkətə başlayır. Birinci mərhələdə insan pisliklərin pis olduğunu başa düşsün, pisliklərdən azad olsun, tərk eləsin pislikləri. Bu birinci mərhələdir. Birinci Qədr gecəsində bu haqda danışdıq. İkinci mərhələ nədir? Pisliyi dərk elədikdən, tərk elədikdən sonra insan yaxşılıqlara aşiq olmalıdır. Yaxşılıqlara sahib olmağı arzulamalıdır, çalışmalıdır. İnsan gözəl həyat həsrətində olmalıdır. Mən öz ünvanıma deyirəm, bu həyat ki, mən yaşayıram, bu həyat deyil, arzu olunan həyat deyil. İnsan üçün çox keyfiyyətli bir həyat nəzərdə tutulub. Çox keyfiyyətli həyat. İnsan yenidən doğulmaq üçün dünyaya gəlir. İnsan dünyaya gəlibsə o demək deyil ki, yaşayır. Biyoloji həyatı var, amma yenidən doğulmalıdır. Quran belə buyurur, لَنُحْيَنَّهُ Biz onları yenidən dirildərik. Yenidən dirilmək üçün dünyaya gəlmişik. Əhd duasında oxuyuruq. Allahümmə cəalni min ənsarihi və əğvanih. İlahim, məni ona köməkçi elə. İmam zamanı 12-ci imama. Ona köməkçi elə və onun dadına çatanlardan elə və zəbbinə anhu və onu müdafiə eləyənlərdən elə vəl musari'inə iləyh. Musari'inə iləyh bir söz nədir? O gələndə sürətlə ona tərəf gedim. Qaça-qaça gedim. Vəl musari'inə iləyh. Vəl mümtəsilinə li'əvamirih vəl muhaminə anhu. Onun əmrlərinə itaət eləyənlərdən, onu himayə eləyənlərdən və sabiqinə ilə iradətihi, onun iradəsini sürətlə yerinə yetirənlərdən, onun əmrinə tabi olanlardan eləməni. Axırda deyir ki, vəl müstəşhədinə beynə yədəy, onun yanında şəhid olanlardan elə. Yəni, mən əriyim gedim, amma o dünyanı xilas eləsin, razıyam. Mən canımı verim onun yolunda, bax bu Kərbəla şəhidlərinin məntiqidir. Bu duanı eləyən ümmət özü üçün yaşayar. Mən razıyam, canımı verim, təki imam yaşasın və bəşəriyyətə xidmət eləsin. Mən bu yolda gedim. Gedirəm də puçluğa getmirəm ki, Allah mənə övliyaların yanında yer verəcək. Allah da heç kəsə borclu qalmayacaq, heç bir şəhidə borclu qalmayacaq. Qiyamət günü deyir, şəhidlər də mükafatı görəndə başları aşağı düşəcək, şəhidlərin də Allah ilə qarşılayacaq. Çox çətin zamandayıq. Dünyanın çətin halındayıq, amma ümid qığılcımları da var, bədbin deyilik şükür Allaha.
Heç kəsin bədbin olmağa haqqı yoxdur. Belə bir hədis var. Yusbihur rəcul fiha mu'minən və yumsi kafirən. Elə bir zaman gələr ki, səhər kişilər Allahın dinindədir, axşam kafirdir. Vallah, səhər dindədir, bilinmir, axşama qalacaq dində yox. Rəhmətli Mərəşi Nəcəfi ustad idi, böyük alim idi. Dərsində deyirdi ki, hər gün evdən çıxanda dərsə gəlir. Özdə dərsi də avam adamlara dərs demirdi, müştehidlərə dərs deyirdi. Deyirdi ki, and olsun Allaha, hər gün evdən çıxanda Allaha 14 məsuma and verirəm ki, axşam müsəlman kimi evə qayıdın, axşam müsəlman kimi evə dönüm. İmanı qorumaq çox fəzilətlidir və başqalarının imanı üçün çalışmaq. Bu gecəmizi, sözümü çox uzatmayacağım, bir neçə dənə münacat eləyək, sonra inşallah duanı başlayacaq. Bu gecəmizi İmam Zamana həsr eləyək. Deyək ki, ilahi bizi dirilt və səbəb olaq, başqaları da dirilsin. Ən günahkar insanlar özümüzü hesab eləyək. Deyək ki, ilahi sən məni dəyiş. Adamlar görəndə ki, bu da dəyişdi, ümidlənsinlər. Desinlər, bu da dəyişdisə, deməli mümkündür. Mənim dəyişməyim başqalarında ümid qığılcımı yaratsın. Ailədə görsün, ana görsün, ata görsün, qonşu. Bu dünənki adam deyil. Qədir gecəsinin səhəri bu dəyişib, rəftarı dəyişib. Və başlasınlar ki, deməli, Allahın qüdrəti hər kəsi dəyişməyə dəyər, çatar. Mən özümü belə hesab edirəm. Allah şahiddir, Allah şahiddir. Allaha deyirəm ki, əgər məni dəyişsən, oradan da qüdrətini göstərəcəksən. Məni dəyişə bilsən. Hərçənd ki, dəyişə bilsən, sözü sənə aid edilə bilməz. Sənin qüdrətin hər şeyə çatır. Bir nəfər alim belə münazət edirdi. Deyirdi ki, bir adam gəlir öz müdürünə, deyir ki, mən belə-belə səhv eləmişəm, düzdür, amma mənə töhmət vermə, məni bağışla da. Müdür deyir ki, eləyərəm, amma səni bağışlayacaq, o birilər də cürət tapacaq, sonra da heç kəs heç nəyə əməl eləməyəcək. Qaydalar pozulacaq. Mən işi idarə eləyənmərəm, hər çatanı bağışlasan. Bunu deyirdi, sonra deyirdi, ilahi, sən də qorxursan, məni bağışlayasan, başqaları ümidlənə ki, onları da bağışlayacaqsan, sən ki, belə deyilsən. Sənin arzun deyil ki, gəlsinlər bağışlayasan. Sən o Allah deyilsən ki, həsrətindəsən ki, günahkarlar gəlsin bağışlayasan. Ona görə məni bağışla, başqaları da cürət tapsın, gəlsin. Bəlkə kiminsə üzü yoxdur. Görəndə ki, bu bağışlanıb, dəyişib, onun da üzü olacaq, gəlsin, üzr istəsin. Sən də elə bunu istəyirsən də Allah kimi. Başqa bir istəyin var sənin. Bağışlamaqdan başqa nə istəyirsən bəndələrin üçün? Məni bağışla ki, rəhmətin müştəriləri çoxalsın. Rəhmətin təmənna eləyənləri çoxalsın. Mən özümə deyirəm, mən cismimi gətirə bilmişəm, o da mən gətirməmişəm, sən gətirmirsən. Ramazan ayının fəzası gətirib. Yoxsa mən hara gecəni oyaq qalıb ibadət eləmək hara. Sən gətirmirsən, cismim indi sənin yanındadır. Amma bizim ruhumuzu dirildi. Ay da bitir. Qədir gecəsindən sonra oruç tutanlar bilir, ay bitir demək olar. Bir həftə elə keçir ki, gözü açıb yumursan, ay bitir. 22 gündür biz sənin ziyafət süfrənin kənarındayıq. 22 gündür. 22 gündür biz cənnətdəyik, həqiqətən də. İnsan kimi yaşamaq nədir onu hiss edirik, ləzzət içində yaşayırıq. Səndən bir xahişimiz var, elə ki, həmişə davam eləsin bu halımız, həmişə. Çıxmayaq cənnətindən. Həzrəti Adəm cənnətdən çıxdı, günahı bir tərəfə qalsın elə. Bir söz nə üçün nalə eləyirdi? Darıxırdı o günləri üçün. Deyirdi, sənin yanında nə gözəl idi. Tövbəsi belə idi. Yana-yana sızıldayırdı, deyirdi, nəyi itirdim. İndi biz Ramazan ayı çıxacaq. Ramazan ayı çıxacaq. Allah'ın da olsun bu günlər üçün darıxacaq. Deyəcək, nə günlər idi o. Görürsünüz nə gözəl. Buranın fəzasına baxın, cənnətdir, hiss edirsiniz, cənnətdəyik biz. İnsan sonra darıxır bu günlər üçün, bu saatlar üçün. Amma mən bir şey eşitmişəm. Eşitmişəm ki, Ramazan ayı bitəndə hamı çıxıb gedir günahının dalıca. Bir dəstəyə deyirsən ki, sən qal. Qal da getmə. Bəzilərinə belə deyirsən. Mənim səndən xahişim budur bu cəmaatın adından. Ramazan ayı bitəndə, hamı gedəndə bizi saxla yanında da həmişəlik qalaq. Həmişəlik qalaq və da səni tərk eləyib getməyək. Bunu istəyək biz. Biz sənlə yaşayırıq bu ayı və səndən gözəl dost yoxdur. Səndən gözəl həmdəm yoxdur.
bizi qəbrə qoyacaqlar. Hədisdə var, cəmaat gedəcək. Hamısının o gündən var. İndidən o günün fikrində olaq. Cəmaat qoyurlar, dostlar, övladlar, yaxınlar bizi qoyacaq qəbrə. O ki, deyirdi, sənin üçün canımı verərəm, falan elə hamısı başını aşağı salıb gedəcəklər. Ölmüş adamın ruhu baxır, görür, hamısı getdi. Deyirlər ki, qışqırır dallarıca ki, məni burada tək qoyub hara gedirsiniz? Hərdə o qəbir üstündə görsən, telefonla danışır adamlar. Biraz heç olmasa orada bunu cibinə qoyub bir diqqətlə baxa. Deyək ki, bunun üçün, bundan hamı üçün var. Orada da baxmır. Orada da iş həll eləyir. Orada da işlərini həll eləyir. Bir dəfə demir ki, məni də belə qoyacaqlar. Hədis deyir ki, cəmaat gedəcək, bu fəryad eləyəcək, heç kəs eşitməyəcək. Başını salıb gedəcəklər. Allahdan nida gələcək, mənim bəndəm. Görürsən, tək qaldın. Görürsən, necə vəfasızdılar. Vəfasız o mənə yox ki, pisdilər, başqa bir şey eləyə bilmirlər. Zatən vəfasızdılar, yəni. Görürsən, getdilər. Kim qaldı? Bir sən qaldın, bir mən. Məndə həyəcanlanacaq. Allah deyəcək, amma narahat olma. Səni elə nəvaziş eləyəcəm. Səni elə sığal çəkəcəm ki, aləmi heyrətə gətirim. Düzdür, sən bunlara görə mənə günah eləyirdin. Bu adamlara görə məni unudurdun. Amma bil ki, səni elə nəvaziş eləyəcəm ki, görəcəksən, sən tək deyilsən. Mən Allaha deyirəm bu gecə, qəbrin əvvəl gecəsi gəlməmişdən qabaq, bu səs-küyün içində mən deyirəm ki, ilahi, onsuz da indi də bilirik ki, səndən başqa heç kəsimiz yoxdur. Qalan şeylər səs-küydür. Dostlar hamısı əzizdir, hamısı çox sevilməlidir, amma səndən başqa, mənli qeyru ki, səndən başqa heç kəsimiz yoxdur. Mən etiraf edirəm, sizin huzurunuzda bu minbərin üzərində oturmuşam ki, layiq deyiləm bu minbərə. Etiraf edirəm, siz də etiraf edirin. Mən deyirəm, ilahi, bilirsən ki, mən sənə bəndə olmamışam. Mən sənə yaxşı bəndə olmamışam. Bunu özüm bilirsən, sən də bilirsən, mən də bilirəm. Məliki Təbrizi deyir, Məliki Təbrizi Təbrizli bir alimdir, arifdir. Tarixə gələn neçə arifdən biridir. Allahla danışanda deyir ki, ilahi, nəfsimin əlindən o qədər qəzəbliyəm, öz əlimdən o qədər hirsliyəm. İmkanım olsa deyərəm, at məni cəhənnəmə yandır, özüm baxım ləzzət alım, deyim, əcəb oldu sənə, özüm özümə bunu deməyim gəlir. O qədər öz əlimdən əsəbiyəm. Amma sonra deyir ki, bilirəm, axı, dözümüm yoxdur buna. Dözümüm yoxdur. Yoxsa elə özüm özümə cəhənnəm arzulayardım. Amma mənim taqətim yoxdur o əzaba dözməyə. Əleyhissalam necə deyir? İrham zəfə bədəni, ilahi bədənimin zəifliyinə rəhm elə. Bədənim çox zəifdir, dözümüm çox azdır. Məni hara aparırsan cəhənnəmə? Mənim gücüm yoxdur. Bizim ən böyük günahımız bir sözünə olub, biz zamanımızın imamının ürəyinə ox vurmuşuq günahlarımızla. Hər günah deyirlər zamanə imamının qəlbinə atılan oxdur. Biz onu ağlatmışıq, biz onu narahat eləmişik. Amma bilirsiniz nədir? Bu gecə hədislərdə var, oturub bir küncdə hamımızı bağışlanmağımızı istəyir. Deyir, düzdür, məni narahat edirlər, amma mən haqqımı keçirəm. İlahi, sən də onları bağışla. Bu gecə İmam Zaman gecəsidir. O bizi dua eləyir. Dua eləyir ki, bağışla onları. İlahi, sən bu ayda da məni bağışlamasan, sənə söz gələcək. Nauzubillah, dilim lal olsun, deyəcəklər ki, bu necə Allahdır ki, buna neçə ildir bu ibadət edirik, düzəlmir. Söz sənə gələcək. Sənə söz gələcək. Peyğəmbər və and verəcək səni. O Peyğəmbərin ki, qiyamət günü ona danışmaq icazəsi verilən kimi deyəcək ki, ümməti, ümməti. Birinci sözü bu olacaq. İlahi, ümmətimə rəhm elə. Sən nə cavab verəcəksən? Hədisdə var, Allah da deyəcək, rəhməti, rəhməti. Peyğəmbər, narahat olma. Hamısını bağışladım. İmam Səccad əleyhissalam gözəl söz deyir. Deyir, ilahi, məni bağışlasan, Peyğəmbərin sevinəcək. Bağışlamasan şeytan sevinəcək. Mənə görə də olmasa, öz dostum Peyğəmbərə görə bağışla, Peyğəmbərin ürəyini şad elə. Sən and verirəm o dərdini quyulara deyən Əlinin hörmətinə. Ki, dərdini tənhalıqda quyulara deyirdi. Salman deyir, çıxdım şəhərdən ki, Həzrət Fatimiyə doyunca ağlayayım, gördüm bir səhrada bir nəfər dizin qucaqlayıb, ya Zəhra deyib ağlayır. Məndən qabaq o gəlib, o çıxıb, Fatiməsini yad eləyir. Həzrət Fatimənin ehtiramından verirəm ki, qapı-qapı gəzdi,
qapıları döydü, bir nəfər üzünə qapı açmadı. Cənnətə dəvət eləməyə gəlmişdi, bilirsiniz cəmaat. Gəlin cənnətə, qapının üzünə bağlayırlar ki, ey Peyğəmbər qızı, get buradan. Bir dənə mənzərəni təsəvvür eləyin. Adı gələndə deyirik, canımız ona fəda olsun. Özü öz ayağı ilə qapılara gəlir. Cəmaat qapının üzünə bağlayır. Bu sözə mən layiq deyiləm, amma xahiş edirəm, Kumeyldən bu hissəni oxuyum, sonra duaya başlayacaq. Bir dənə Əlinin sözlərinə baxın. İstəyirəm halımız dəyişsin dua qabağı. Arxain olun, ne bu gecə buracan gəlmişsizsə işiniz düzəlib. Mən bunu cürətlə buradan deyirəm. Arxain olun. Baxmayın ləyaqətiniz nə qədərdir. Rəhməti çəkib gətirə bilibsə, dahi buradan əlboş qaytarmaq mən tanıdığım Allaha yaraşmaz. Mən belə tanımışam. Belə tanıtdırıb özünü. Amma bu halla istəyirəm, baxın, Əleyhisselamın Kumeyl duasının tərcüməsidir. Deyir, fəbi-izzətikə ya seyyidi və mövlay. Deyir, izzət və and olsun, ey mənim ağam və mövlam. Uqsimu sadiqən, and içirəm, düz and içirəm. Özün bilirsən ki, andımda düzəm, sadiqəm. Bax, bura qulaq asın. Qulaq asın ki, ürəyimizin halı dəyişsin. Dəyişib şükür Allaha. Amma duadan qabaq ürək sınsa yaxşıdır. Duadan qabaq qəlb sınsa yaxşıdır. Lə-in tərəktəni natiqən, deyir, mənə cəhənnəmə aparsın, Əleyhisselam deyir. Məni cəhənnəmə aparsın və orada mənə danışmaq icazəsi versən. İcazə versin, danışım. Lə-əziccənnə iləykə beynə əhliha zəcicəl amilin. Cəhənnəm əhlinin arasından birdən görəcəksən ki, mən fəryad elədim, nalə elədim. Ümid eləyənlərin naləsi kimi. Məni ki, cəhənnəmə attın, cəhənnəmdəkilərin içindən birdən mənim naləm ucalacaq, ümid eləyənlərin nalələri kimi. Lə-əsruxənnə iləykə suraxəl müstəsrixin və lə-əbkiyənnə aleykə bukaəl faiqin. Fəryad eləyəcəm, köməyə çağıranların fəryadı kimi. Ağlayacam, müsibət üz verənlərin, əzzini itirənlərin ağlamağı kimi. Ağlayacam cəhənnəmin içində və deyəcəm, və lə unadiyənnəkə və səni çağıracam. Necə deyəcəm? Deyəcəm, eynə kuntə ya vəliyyəl müminin, bəs sən hardasan, ay möminlərin dostu. Cəhənnəmin içinə atsın da deyəcəm, bəs hardasan sən, ay möminlərin dostu. Və ya qayətə amalil arifin, ey ariflərin son arzusu, ya qiyasəl müstəqisin, görsən cəhənnəmdəyəm, ay pənahsızların pənahı, ay heç nəyi olmayanların ümidi. Ya habibə qulubis sadiqin, ey sadiqlərin qəlblərinin sevgilisi, sevimlisi və ya ilahəl aləmin, ey aləmlərin Rəbbi, cəhənnəmin içindən belə fəryad eləyəcəm. Sizi bilmirəm. Mən özümü belə hiss edirəm indi. Mən özümü bu halda hiss edirəm ki, cəhənnəmin içindəyəm bu qədir gecəsində və fəryad eləyirəm. Eynə kuntə ya vəliyyəl müminin, hardasan ay möminlərin dostu. Hardasan, söz vermişdin axı əl üzdən tutacam. Cəhənnəmə də deyir, getsəm, sənə ümidimi itirməyəcəm. Ondan sonra deyir, yox, sənə səcdə eləyən üzləri yandırmazsan. Bu sənin şənindən uzaqdır. Sən sənə ibadət eləyənləri odda yandırmazsan. Sənin tohidü dilinə gətirib la ilahe illallah deyənləri yandırmaq sənə yaraşmaz. Əleyhisselam dedi ki, vəsiyyətində mənə bir zərbə vurublar. Ona bir zərbə vurarsınız, əgər mən dünyamı dəyişsəm. Qisas almaq istəsəz, bir zərbə vurun. Amma deyir, əgər sağalsam, özüm biləcəm ondan neynəyəcəm. Yəni, sağalsa bilin ki, əli onu bağışlayacaqdı. Öz qatilini bağışlayacaqdı. Dedi, bir zərbə vurun. Mən Əleyhisselama deyirəm ki, ya əmir əl-müminin, dedim, qatilimə bir zərbə vurun. Amma sənin Hüseynüvə hər kimin əlindən nə keçdi, ona zərbə vurdular. Biri daş atdı, biri ox atdı, biri nizə atdı.